Salam, 2023-cü il test toplusu 1-ci hissə malyar qatılıq bölməsində testlərin izahına başlayırıq. Birinci testi deyir ki, məhlulun malyar qatılığı hansı formulla ifadə olunur? Bu nəzəriyyə hissədən bilirik ki, malyar qatılığın düsturu C bərabərdir. M bölünsün V, cavab olacaq bir də D variantı. İkinci sualda deyir ki, məhlulun malyar qatılığı hansı formulda yenə ifadə olunur? Malyar qatılıq biz bilirik ki, yəni C bərabərdir, M böl V-dirsə, buradan M-nin ifadəsi biz bilirik ki, M bərabərdir, M bölünsün M-dir. M-nin yerinə əgər M böl M ifadəsini yazsaq, düstur bu şəkildə düşə bilər. M bölünsün M malyar kütlə vurulsun V. Bu da C bərabərdir, M bölünsün M vurulsun V. B variantında öz əksini tapacaq. 2-də olacaq cavab B variantı. Üçüncü sualda deyir ki, 0,5 mol böl litr qatılıqla 400 ml məhlulda neçə mol həll olan maddə var? Yəni qatılıq C bərabərdir, 0,5 mol böl litrdir. Qatılıq C isə deməli həcmi isə V bərabərdir 400 ml. Molyar qatılıq məsələlərində yadda saxlayın ki, demək litrlə işləmək lazımdır. Əgər millilitr varsa, onu dərhal litrə çevirmək lazımdır. Bu da eləyəcək 0,4 litr. Düsturumuz bəllidir. C bərabərdir M bölək V. Buradan demək neçə mol həll olan maddəni istəyir bizdən. Yəni C bərabərdir M bölək V düsturundan M bərabərdir CV şəklində olacaq. Yəni C'miz məlumdur 0,5 vurulsun 0,4 bərabərdir. Bu da eləyəcək 0,2. Cavab olacaq C variantı. Dördüncü sualda yenə deyir ki, demək qatılığımız C bərabərdir 0,4. Məhlulun həcmi 2 litr deyir, V bərabərdir 2 litr. Elə litrləndir deyə, yəni çevirmə aparmıram. Neçə mol maddə həll olar? Yenə düsturumuz eyni düsturdur. M bərabərdir CV düsturundan bərabərdir. C 0,4 vururam 2-yə. Bu da eləyir 0,8. Cavab olacaq D variantı. 5-ci sualda deyir, malyar qatılığın vahidini göstərin. Malyar qatılıq düsturunda C bərabərdir M bölünsün V dedik. Buradan əgər vahidi təyin etsək, mol bölünsün litr olacaq. Bu da A variantında öz əksini tapacaq. 6-cı sualda deyir ki, deməli, həll olan maddənin kütləsi sabit olduqda məhlulun malyar qatılığının məhlulun həcmindən asılı qrafikini göstərin. C bərabərdir. Demək C bərabərdir M bölək V-dən bayaq təyin etdik ki, C bərabərdir M bölünsün M vurulsun V düsturu şəklində həm də ifadə olunur qatılıq. Yəni elə buradan rahatca deyə bilərik ki, baxın qatılıqla həcmin asıllıq qrafikidir də. Yəni qatılıqla bizdə həcm baxın görürsüz tərs asılıdır. Yəni biri məxrəcin sürətində, digəri həcm məxrəcdə yerləşir. Ona görə də bunlar tərs asılı olduğundan həcm artdıqca qatılıq azalacaq. Həcm artdıqca qatılıq azalacaq. B variantında öz əksini tapır. Demək 7-ci sualda yenə həllecinin həcmi sabit olduqda, indi baxın C bərabərdir M bölünsün V vurulsun V-dir də, M vurulsun V. Burada deyir ki, həcm sabit olduqda məhlulun malyar qatılığının həll olan maddənin kütləsindən asılılığı. Baxın, yuxarı baxırıq ki, qatılıq, absis oxuna baxırıq ki, qatılığın kütlədən asıllığını müəyyən etməliyik. Yəni sabit həcmdə. Həcm sabitdir, yəni V bərabərdir, konstantdır, dəyişmir. Bu şərt daxilində qatılıqla kütləyə baxın. Hər ikisi görürük ki, sürətdədir. Baxın, yəni qatılıq da sürətdə, kütlə də deməli bunlar düz asılıdır. Yəni kütlə artdıqca qatılıq da artacaqdır. Kütlə artdıqca qatılıq artan qrafik görürük ki, C variantında öz əksini tapır. 8-ci sualla davam edirik. 8-də deyir ki, həcmləri və malyar qatılıqları bərabər olan məhlullarda HCOH M1 ilə CH3COH isə turşuların kütlələrini müqayisə eləyin. Yenə demək burada isə düsturumuz yenə həmin düsturdan C bərabərdir M bölünsün M vurulsun V düsturunda biz bilirik ki, demək həcm və malyar qatılıq
bərabər olan, yəni həcm də bərabər olsun, qatılıq da. Baxın, yəni qatılıq birinci üçün yazıram ki, C1 bərabərdir M1 bölünsün. Bax, burada bu HCOH deməli yuxarı siniflərdə keçəcəksiniz. Üzvü kimyada bu formiat turşusudur. Formiat turşusunun molyar kütləsi gəlin buradan hesablayaq. HCOH bərabərdir. Demək 12, 32, demək 12 üstə gəl 32, 44, 2 də üstə gəlirik 46-dır. CH3COH-ın molyar kütləsi isə bərabərdir. Deməli 24-ün üzərinə gəlirəm 32, 56, üzərinə də 4 gələndə eləyir 60 molyar kütləsi. İndi birinci üçün yazıram ki, M1 baxın bu formiat turşusunun kütləsi olaraq göstərirəm. M1 də yəni formiat turşusunun molyar kütləsi 46 vurulsun, V də sabitdir də, V1 dəyişmir yəni. İndi ikinci halda C2 üçün M2 yazıram. Bölünsün. CH3COH-ın hesabladıq. Deməli, molyar kütləsi 60-dır. Yerinə 60 vurulsun V1 yazıram. İndi buradan M2 nəyə bərabər olacaq? M2 bərabərdir. Deməli, C1 vurulsun 46 V1. M2 isə bərabərdir. Bu şəkildə M2 isə bərabərdir. C2 vurulsun 60 V1. Gördüyümüz kimi M2 buradan M1'dir bu. M1. Gördüyümüz kimi M1 46 C1 V1'ə bərabərdir. Amma M2 60 C2 V2'yə bərabərdir. Yəni bunlar V2 üçün yazılıb. Gördüyümüz kimi yəni 60 46-dan böyükdür də. Demək ki, M1 kiçikdir M2'dən olacaq. Baxın, M1 kiçikdir M2'dən. Bu da görürük ki, 8-ci sualda A variantında öz əksini tapacaq. 9-cu sual da eynən həmin tip sualdır. Yəni yazıram C bərabərdir M bölünsün, M vurulsun V düsturunda. Baxın, demək birinci verib CH3OH bu metil spirtidir bərabərdir. Molyar kütləsi 12, 4, 16, 16, 32. Etil spirti C2H5OH-ın molyar kütləsini hesablayıram. Deməli, 24 üzərinə gəlirəm 6, bu eləyir 30, üzərinə 16 gələndə bu eləyir 46 molyar kütləsi. Yəni birinci hal üçün, yəni M1, hansı ki metil spiritinin CH3OH-ın molyar yəni kütləsidir. Demək M1 yazıram. Bölünsün. Molyar kütləsi isə hesabladıq ki 32-dir. Vurulsun V. İkinci hal üçün yazıram. C bərabərdir M2. Yəni C2H5OH üçün M1 46-dır. Vurulsun V. Baxın görürsünüz M1 bərabərdir 32 CV-dir. Amma burada M2 bərabərdir 46 CV-dir. Yəni 32 46-dan kiçikdir də. M1 kiçikdir M2-dən olacaq. Demək 9-cu sualda M1 kiçikdir M2-dən. Yəni 9-da cavab C variantı olacaq. 10-cu sualda molyar qatılıq nədir? Nəzəri sualdır. Yəni biz bilirik ki, molyar qatılıq C bərabərdir. Qeyd etdik ki, mü bölünsün V-dir. Yəni 1 litr məhlulda həll olan maddənin mol miqdarıdır. Cavab olacaq B variantı. 11-də deyir natrium hidroksid məhlulunun 40 ml 8 qram qələvi var. Bu məhlulun molyar qatılığını hesablayın. Demək bizə nə verilib? 40 ml. V bərabərdir 40 ml. Bu bərabərdir. Dərhal çeviririk 0,4 litr eləyir. İndi 8 qram qələvi. 8 qram qələvi dedikdə natrium hidroksid qələvisinin molyar kütləsi 40 qramdır.
Deməli 40 qramdırsa 8-i bölürəm 40-a. 8 bölünsün 40. Bu eləyir 0,2 moldur. Mü bərabərdir 0,2 mol olacaq. Bu məhlulun molar qatılığına C bərabərdir mü bölünsün V düsturundan. Deməli mümüz 0,2-dir. V 0,4-dür bərabərdir. 0,2-ni 0,4-ə bölürəm. Bu da eləyir 5. Cavab olur Y variantı. 12-ci sualda deyir ki 250 millilitr V bərabərdir 250 millilitr deyəndə litrə çevirirəm. Bu eləyir 0,25 litr 20 qram qələvi. 20 qram qələvi neçə moldur? 40 qram qələvi 1 moldur. 20 qram qələvi 0,5 moldur. Mü bərabərdir 0,5 mol. Və molar qatılıq C bərabərdir. Mü bölünsün V-dən 0,5 bölünsün 0,25. 0,5-i bölürəm 0,25-ə. Bu da eləyir 2. Cavab eləyir 12-də A variantı. 13-cü sualda deyir ki, qələvi məhlulunun 50 millilitrində V bərabərdir 50 millilitr, o da bərabərdir 0,5 litr eləyir. 4 qram natrium hidroksid var. Yəni 4 qram natrium hidroksid deyəndə mola çevirirəm. 4-ü bölürəm 40-a, molar kütləsinə bölürəm qələvinin eləyir 0,1 mol. Münü tapıram ki, molum 0,1 mol qələvi var imiş burada. Bu məhlulun molar qatılığını hesablayaq. C bərabərdir mü bölünsün V bərabərdir. Mü 0,1 bölünsün 0,5. O da bərabərdir. 0,1-i bölürəm 0,5-ə. Bu da eləyir 2. Cavab eləyir 13-də B variantı. 14-cü sualda yenə deyir ki, molar qatılığı C bərabərdir 2 mol böl litr olan 2 litr. V də bərabərdir 2-yə. Kalium hidroksid məhlulunda neçə qram qələvi var? Kalium hidroksidin görürük ki, emeri 56-dır. Buradan C bərabərdir. Düsturumuz C bərabərdir. Mü böl V-dən bərabərdir. Mü bərabərdir. CV 2 vur 2 bərabərdir. Yəni 4 mol. Demək ki 4 mol bizim qələvimiz var. 4-ü də vuracam qələvinin emerinə 56-ya. Bu da eləyir 224. Cavab eləyir 14-də D variantı. 14-də D variantı. Demək 15-ci sualla davam edirik. 15-də baxırıq qabın içərisində nə var onu yazıram. V bərabərdir 0,5 litr eləyir də bu 500 millilitr və C bərabərdir 0,2 mol böl litr qatılıqdır bu. Məhlumuz var. Buradan görürük ki, demək mol nə qədərdir? CV-də də mü bərabərdir C böl V-dən. Baxın, molumuzu tapaq ki, daha doğrusu C bərabərdir mü böl V-dən. Mü bərabərdir CV, bu da bərabərdir 0,2 vur 0,5 bərabərdir. Bu da eləyir 0,1 mol. Deməli 0,1 moldur. Mü bərabərdir 0,1 tapdıq. İndi deyir ki, baxın şəkildə burada görürük ki, 100 millilitr su buxarlanıbdır buradan. Suyu sudan buxarlandıracağıq. Demək təbii ki, yəni V-miz əgər 0,5 idisə, indi V bərabərdir 0,5-dən çıxıram 0,1-i eləyir 0,4 litr qalır. Bir də təkrar edirəm. Baxın, 100 millilitrin bərabərdir, yəni 0,1 litrdir, çevirirəm. Buxarlanıb. Bu buxarlanan sudan gedir də və bərabərdir. Axı bu da 0,5 litrdir. 0,5 litrdən çıxıram 0,1-i qalır 0,4 litr. İndi bizdən su buxarlandıqdan sonra natrium hidroksidin molar qatılığını hesablamamız istəyir. C yeni alınan məhlulun qatılığı bərabərdir. Yuxarıda mü 0,1-dir. Mü yazırıq və aldığımız V, sonda aldığımız V. Hansı ki 0,1 mol buxarlanıb gedib. Litr buxarlanıb gedib. Qalıb 0,4. O da bərabərdir. Bu da eləyəcək 0,1-i bölürəm 0,4-ə. Bu da eləyir 0,25. Cavab eləyir D variantı.
Deməli 16-cı sualla davam edirik. 16-da deyir ki, demək birinci soruşur ki, 200 qram 10%li qələmi məhluludur. Demək 3 şərt verib ki, burada məhlulların hansında həll olan qələmin mol sayını hesablaya bilərik. Baxın, birincidə 200 qram 10%li 100-ə bölürəm 2, tapıram ki, 20 qram həll olan var, qələbi var. 20 qram həll olanı tapan kimi dərhal mən onu çevirib onun molyar kütləsinə, yəni 20-ni böləcəm 40-a, tapacam ki, 0,5 mol burada qələbi var. Görürsünüz, mola çevirə bildim, mol sayını tapa bildim. Demək birinci doğrudur. Birini götürürük. İkincidə deyir ki, 200 milli V bərabərdir 0,2 litr, C bərabərdir 0,5 M molyar qatılıqlı qələbi məhlulu. Buradan da düsturumuz bəllidir. Yəni C bərabərdir mü böl V-dən, mü bərabərdir C, V yazıram, bərabərdir 0,5 vur 0,2. Bu deyilir 0,1 mol. Görürsünüz, buradan da dərhal biz qələbinin molunu tapa bildik. Yəni bunu da götürəcəm. Üçüncüdə deyir ki, sıxlığı rho bərabərdir 1,2-dir olan 200 milli natrium hidroksid məhlulların hansında həll olmuş? Aha, 200 millilitr sıxlığı verilib, deməli 200 millilitr V bərabərdir 200 millilitr, həcmi də verilibdir. Rho məhlul bərabərdir M məhlul bölünsün V məhlul düsturundan, M məhlul bərabərdir rho V, yəni bərabərdir 1,2 vurulsun 200 şəklində tapıb biz yalnız tapdığımız məhlulun kütləsi olacaq. Biz məhlulun kütləsini müəyyən etdik buradan. Məhlulda nə qədər həll olan qələbi var, onu müəyyən edə bilmədik. Ona görə də biz 3-cü sualla, 3-cü dedikdə, yəni bu hissədə biz bunu qələbinin mol sayını hesablaya bilmərik. Doğru cavab olur 1 və 2, cavab olur Y variantı. 17 də yenə bunun kimi sualdır. Baxın, həmin eynən, demək birincidə 300 qram 20%li deyirsə, 300 qram 20%li bölürəm 100-ə, 3, tapıram ki, burada 60 qram qələbi var. Və 60-ı böləcəm qələbinin molyar kütləsinə 40-a, dərhal onun molunu tapacam. Yəni 1 doğrudur. İkincidə deyir 400 milli V bərabərdir 0,4 litr, C bərabərdir 0,5 molyar qələbi məhlulu verilmişdirsə, buradan dərhal mən C bərabərdir mü böl V düsturundan mü bərabərdir C, V yazaram. 0,5 vurulsun 0,4, bu da eləyir 0,2 mol, yəni mola çevirdim və molun dərhal miqdarını tapa hesablaya bilərəm. Buradan 2-ni də götürəcəm. Yenə 3-də isə yenə deyir sıxlıq verilibsə, əgər burada V bərabərdir 300 millilitr verilibsə, buradan rho məhlul bərabərdir M məhlul bölünsün V məhlul düsturundan mən yalnız M məhlulun kütləsini tapa bilərəm buradan rho-nu V-yə vurmaqla və yəni ancaq görürsünüz məhlulun kütləsini tapa bilərəm. Yəni o məhlulda nə qədər qələbi həll olunub onu hesablaya bilmədim buradan. Ona görə də doğru variant olur 1 və 2 C variantı. 18-də deyir ki, 18 maraqlı sualdır. Demək, baxın, C1 və C2 molyar qatılıqları verilib və X duzunun müxtəlif temperaturlarda hazırlanmış donmuş məhlulların molyar qatılıqlarının münasibətini istəyir bizdən. Baxın, rahat getmək üçün mən burada necə rahat gedəcəyik? X duzunun suda həll olması KH-ları verilib də birinci. Baxın, birinci KH bərabərdir, deyir ki 500-dür. Bu o deməkdir ki, KH 500-dür. Nə deməkdir? KH əgər 500-dürsə, demək ki, bunun 1000 suda 500 duz həll olub da, bunu bilirik. Deməli, məhlul nə qədərdir burada? Məhlul birincidə oldu, 1000 üstünə 500 gəliləndə 1500. Bax, vəssalam, bu bizə lazım olacaq, bu dursun burada. İndi, deməli, rhoya baxın tebranında. Rho bərabərdir 1,25. Bunu litrə çevirirəm, dərhal vururam minə, qram böl millilitr daxil. Bu olur 1250. Çünki minə vurdum. Aha, sonra demək ki C1-imiz var. Bir də ki indi T2 anı üçün yazıram. T2 anı üçün
Gəlin birinci hal üçün düsturumuzu tətbiq eləyək. C bərabərdir M bölünsün M vurulsun. Demək V düsturumuz var. Məlumdur. Biz bilirik ki, eyni zamanda deməli rho nəyə bərabərdir? Rho bərabərdir M məhlul bölünsün V məhlula. Düzdürmü? Rho məhlul. İndi buradan V məhlulu mən əgər tapsam bərabərdir M məhlul bölünəcək rho məhlula. Aha, indi V-nin yerində C bərabərdir M, V-nin yerində mən bax bunun ifadəsini yazsam, M məhlul bölünsün rho məhlul yazsam, buradan C bərabərdir, rho qalxır yuxarı riyaziyyatda M vurulsun rho bölünsün M molyar kütlə vurulsun M məhlul və salam. Baxın, düsturumuz bu şəkildə oldu. Gördünüzmü? Bax, bu düstur bizə yəni lazım olacaq. İndi bax buradan, bu düsturdan bir də buradan yazıram həmin düsturu. Deməli C bərabərdir oldu M bölünsün. Düsturumuz nə şəkildə oldu? M bölünsün. Demək düstur burada demək qala bilsə yaxşı olar. Aha, bir də təkrar yazmaram. Aha, C bərabərdir M bölünsün rho, M bölünsün M məhlul. Düstur bu şəkildə. İndi birinci hal üçün C1 üçün yazıram. C1 bərabərdir. C1-in M-i nə qədər oldu? Yəni M kütlədir. X duzunun həll olan kütləsi. Baxın, KH axı 500-dürsə, deməli 500-dür də. M 500-dür. Bu həll olan kütlə deməkdir. Vurulsun rhomuzu nə yazdıq? Çevirdik bayaq yuxarıda görürsünüz. Oldu 1250. Baxın, çevirmə aparmışıq. Baxın, 1250-dir rhomuz. Bölürəm, bölünsün, molyar kütlə elə M şəklində yazacağım və M məhlulun kütləsi nə qədərdir? Onu da yuxarıda qeyd eləmişik. Baxın, M məhlul yazmışam 1500. Çünki 1000 ilə 500-ü topladıq, elədi 1500. İndi C2 üçün bu halı tətbiq edirəm. C2 üçün, baxın yenə həmin düsturda nə varsa yerinə qoyuram. M kütlə nə qədərdir? Həll olan duzun kütləsi KH-dan var da burada. 1250 duz həll olubdur. Vururam, rhomuz nə qədərdir? Baxın, rho burada baxın, görürsünüz 1,5. Bunu da 1000-ə bölmüşük. Rho eləyib 1500. 1500. Vururam ona görə də 1500-ə, rhoya yəni. Düsturla hərəkət edirəm. Bölünsün M molyar kütlə, vurulsun M məhlulun kütləsi nə qədərdir? 1250 ilə 1000-i toplayıram. Axı 1000 suda 1250-də KH. Məhlul eləyir 2250. 2250. Vəssalam. İndi buradan gerisi riyaziyyatdır. Yəni C1-i nisbətini, yəni müəyyən bilməkdən ötürü bölürəm C2-yə eləmi? Bax, düstur düşür, bax, bu şəkildə. Yəni, buradan təkrar yazıram. Baxın, 500 vurulsun 1250 bölünsün, M vurulsun 1500 bölürəm. Əgər bölürəmsə, kəsirsə, bax, böyük kəsirdir. Bölürəm. Deməli, bir kəsir riyaziyyatda var, digər kəsirə böləndə vururam onun tərsinə. M bölünsün, M vurulsun 2250, 1250 də düşür aşağı, vurulsun 1500. Bu şəkildə. İndi burada gəlin görək nələr qalacaq da. Baxın, demək M-lər buradan görürəm ki, gedir. M-lər gedir. Daha doğrusu sonra 1250-lər gedir. Demək 500-lə deməli 1250. Aha. Bölürəm 500-ə. Aha. Deməli 500-lə 1500 1 burada qalır. 1500-ü 5-ə böləndə düşür 3 dəfə 3 burada qaldı. Baxın, burada da nə qaldı? 1500-ə 2250-ni bölürəm 1500-ə. Bölürəm 1500-ə. Burada da 1500 gedir. 2250-ni 1500-ə böləndə düşür 1,5. Baxın, yuxarıda nə qaldı? Bərabər qoyuram. Yuxarıda 1,5 qalıb, aşağıda da 3 qalıb. Vəssalam. Yəni, bu da C1-in C2-yə nisbətidir də. Bax, belə nisbət almışıq. Aha. Bu da ixtisar eləsəm əgər bunu, bu da elə buradan 1-in 2-yə şəklində qalır. Baxın, tənasüb. Baxın, C2 nəyə bərabər oldu? 2C1-ə. C2 bərabər oldu 2C1-ə. Baxın, cavab D variantında öz əksini tapacaq.
19-cu sualda deyir ki, X turşusunun 90% məhlulunun sıxlığı rho. Rho baxırıq ki, vahidi qram bölünsün millilitrləndir. Uşaq, burada millilitri bayaq da dedik, dərhal biz çeviririk, deməli, litrə. Bunun üçün litrə çevirəndə bu olur 1000 rho. Deməli, olur 1000 rho olacaq. Bu şəkildə. Yəni, biz 1000 rho ilə işləyəcəyik. Litrə çevirdim axı. 1000 rho litrlə, millilitrlə, yəni işləmirik. Vahid maliyyə qatıq məsələsində litrlə işləyirik. Bu oldu, rhomuz oldu 1000 rhodur. Demək, bu şəkildə. İndi deyir ki, bu məhlulun 1 litrində, litr də, V də 1 litrdir. Bu rahatdır. 1 litrdir. İndi X turşusunun deyir 90%li məhlulunun, 90%li dediyinə görə bu 1000 rho nədir? Yəni X turşusunun malyar kütləsidir də deməkdir. Yəni kütləsi, X turşusunun kütləsi 1000 rho-nun 90%-ni tapacağım. Çünki deyir ki, bu turşunun 90%li məhluludur. 90%-ni tapanda 100-ə böləndə dərhal baxın, buradan 100-lər gedir. Bu şəkildə burada qalır nə? 900 rho qalır. Qaldı 900 rho. İndi deyir ki, bu məhlulun birində neçə mol turşu var? Neçə mol turşu var? Biz də 900 rho deyəndə ümumiyyətlə neçə mol olduğunu tapmaq üçün biz bilirik ki, maddənin ümumiyyətlə molunu tapmaqdan ötürü demək həmin verilmiş kütləni mol M bərabərdir, M bölünsün böyük M-dir də. İndi bunun kütləsini malyar kütləyə bölməliyik ki, neçə mol turşu olduğunu molunu hesablayaq. Yəni 900 rho bölünsün malyar kütlə M. Turşunun hansı turşudursa X turşusunun malyar kütləsinə böləcəyik və cavab olacaq 900 rho bölünsün M. Bu da 900 rho bölünsün M. Y variantında öz əksini tapacaq. 20-ci sualda eynən onun kimidir. Gəlin buna da baxaq. Deməli, malyar kütləsi əgər M-dirsə, malyar kütləsi M olan bir X turşunun 80%li məhlulunun sıxlığı rhodur. Rho, baxın, görürsünüz, qram bölü millilitrlə verilibsə, bu deməkdir ki, millilitrə litrə çevirən kimi avtomatik olur 1000 rho. 1000 rhodur. Aha, indi bu demək ki, məhlulun 1 litrində, yəni V də bərabərdir 1 litr şəklində 80%li məhlulu deyir. Yəni məhlulun 1000 rhodur, məhlulun bunun 80%-ni tapacağam mən ki, görək burada nə qədər turşu var. Bölürəm 100-ə. Burada 100-lər gedir, qalır 800 rho qaldı. Eləmi? Deməli, bu məhlulun, yəni 1000 rho məhlulumuz var idi də. Bunun 800 rhosu həll olandır. Mən digərindən fərqli olaraq burada suyu istəyir bizdən. Həll olan, demək, X turşusu, yəni 800 rhodur. 1000-dən 800 çıxıram, 200 rhosu da suyun payına düşəcək, düzdürmü? 200 rhosu sudur. İndi bizdə bax neçə mol su var deyir. Yenə deyirəm, molunu tapmaqdan ötürü baxın, M bərabərdir. Buradan rahat görün. M bölünsün, M bərabərdir, M bölünsün, M düsturumuz var da. M-ni tapmaq üçün verilmiş kütləni malyar kütləyə bölürük həmişə. Yəni verilmiş kütlə tapmışıq ki, 200 rho su var. Onu böləcəyik. Suyun malyar kütləsidəki dəqiq bilirik var, 18-dir də. Bayaq bilmirdik deyə turşu hansı turşudur, onun ümumi malyar kütləsinə böldük. Burada suyun malyar kütləsi məlumdur bizə. Ona görə də 200 rho bölünsün 18 cavab eləyir. D variantında öz əksini tapır. 21-ci sualda deyir ki, nə doğrudur? Demək, birinci cavabda deyir, təzyiq artdıqda qazların suda həll olması azalır. Biz bilirik ki, təzyiqlə qazların suda həll olması düz mütənasibdir. Təzyiq artdıqda qazların suda həll olması da artır. Bu yanlış ifadədir. Demək, temperatur artdıqda əksər bərk maddələrin suda həll olması artır. Bəli, biz bilirik ki, əksər bərk maddələrin suda həll olması temperatur artdıqca artır. Bu doğru ifadədir. Demək, daha sonra üçüncüdə deyir ki, həll olan maddənin kütlə payı ölçüsüz kəmiyyətdir.
Bəli, bu doğru ifadədir. Molyar qatılığın vahidi, molyar qatılıq C bərabərdir mü bölünsün V-dir. Buradan oxuyuruq ki, baxın, vahid nədir? Mol bölünsün litrdir. Bu qram yazıbdır. Ona görə də bu səhvdir. Deməli, doğru hallar burada oldu, doğru variantlar. Bizdən doğrunu istəyirdi. Doğru oldu. 2 ilə 3. Doğru cavab 2 və 3 oldu. Buradan qeyd eləyək 2 və 3. 22-ci sualda deyir, nə doğru deyil. İndi deyili soruşur. Temperatur artdıqda qazların suda həll olması azalır. Temperatur artdıqda temperaturla biz veririk ki, qazların suda həll olması tərs asılıdır. Temperatur artdıqca qazların suda həll olması azalır. Bu doğru ifadədir. Temperatur artdıqda əksər bərk maddələrin həll olması artır. Bayaq da qeyd etdik, temperaturla bərk maddələrin suda həll olması düz mütənasibdir. Yəni temperatur artdıqda bəli, bərk maddələrin suda həll olması artacaq. Bu doğru ifadədir. Həll olan maddənin kütlə payı ölçüsüz kəmiyyətdir. Bu da qeyd etdik ki, doğru ifadədir. Molyar qatılığın vahidi mol böl qram yox, mol böl litrdir. Bu doğru ifadə deyil. Bizdən də deyil istədiyinə görə burada doğru cavabı olacaq yalnız 4. 23-cü sualla davam edirik. Burada deyir ki, məhuldakı kalium xloridin mol miqdarları verilib, həcmi verilib, qatılıqları verilib, münasibəti istəyir bizdən, müqayisə edin. Demək, birincidə verilir molu, məhuldakı kalium xloridin molu mü bərabərdir 0,1. Gəlin mü1 yazaq buna. Həcmi də V1 bərabərdir 200 0,2 litrlə yazacağam. Qatılığı da C1. Yəni buradan tapırıq ki, C1 nəyə bərabərdir? C1 bərabərdir mü1 bölünsün V1-ə. Yəni mü 0,1 bölünsün 0,2. Demək, bu olur C1-imizin 0,1-i bölürəm 0,2-yə. Bu da eləyir 0,5. İndi ikinci hal üçün baxın, mü2 bərabərdir. Deməli 0,2, sonra V2 həcm bərabərdir. 100-ü çevirirəm litrə 0,1 litr. C2 də nəyə bərabər olacaq? C2 bərabərdir mü2 bölünsün V2. Yəni ki, 0,2 bölürəm 0,1-ə. Bu da eləyir elə 2. C2 də bərabər oldu 2-yə. Demək ki, baxın, C1 0,5-dir, C2 də 2-yə bərabərdir. İndi buradan nələr var? Baxın, mən görürəm ki, 4 dənə C1, 4-ü 0,5-ə vursam 2 eləyəcək. 4 dənə C1 bərabər olur 1 dənə C2-yə. 4 C1, 1 dənə C2-yə. Baxın, bu doğrudur. Sonra eyni zamanda C1 də kiçikdir C2-dəndir də. C1 0,5-dir də 2-dir. C1 kiçikdir C2-dən və 2 də doğru ifadə oldu. 23-də doğru cavab olur 2 ilə 3 doğru cavabımız. 24-cü sualda deyir ki, eyni suallardır. Yəni, birinci üçün baxın, yazıram ki, mol miqdarı mü1 bərabərdir 0,2, mü1, yəni V1 bərabərdir 0,1, C1 də bərabər olacaq. Münü 0,2-ni bölürəm 0,1-ə, bu da eləyir 2. İndi ikincidə deməli mü2 bərabərdir 0,1, V2 bərabərdir 0,2, C2 də bərabər olacaq. Mü bölünsün V 0,1 bölünsün 0,2. Bu da bərabərdir 0,1-i bölürəm 0,2-yə, eləyir 0,5. Deməli, C1 bərabərdir 2, C2 bərabərdir 0,5. İndi buradan mən də görürəm ki, 4 dənə C2, baxın, görürük 4 dənə, əgər 4-ü 0,5-dən vursam 2 eləyəcək. 4 dənə C2, 1 dənə C1-ə bərabərdir. 4 C2, bir dənə C1-ə, 4-cü ifadə doğrudur və eyni zamanda C1-imiz də 2-dir, C1 böyükdür C2-dən. C1 böyükdür C2-dən. Bu da birinci variantda cəksini tapır. Cavab olacaq 1 və 4.
Hə. 25-ci sualla davam edirik. Baxırıq birinci burada qabda nə verilib? Birinci qabda baxın yazıram birinci qab. Burada V bərabərdir 0,1 həcm, C bərabərdir 4-dür. İndi burada deyir qablarda həll olunan maddənin kütlələri bərabərdir. Mü bərabərdir 0,4 eləyəcək. İkinci qab üçün yazıram. İkincidə V bərabərdir 0,3 litr, C bərabərdir 2. Yəni mü bərabərdir 0,6. Üçüncü qabda 250 millilitr. Bu eləyir V bərabərdir 0,25 litrə çevirirəm. Onda C də bərabərdir 4, mü də bərabərdir 0,125-i vururam 4-ə, bu da eləyir 1 mol. Dördüncü qaba baxırıq ki, burada V bərabərdir 0,5 litr eləyəcək və 8 malyar. C bərabərdir 8 malyar. Deməli, mü də bərabərdir 0,5-i vururam 8-ə, bu da eləyir 0,4 mol. Yəni, əgər eyni qələvi məhlullarıdır da, görürük ki, hansı qabda həll olunmadan kütlələri bərabərdir, qələbinin də kütləsi 40-dır. Demək ki, burada məlumdur ki, elə molları bərabərdirsə, eyni maddədir də, molları bərabərdirsə 0,4-ü 40-a vuracam, eyni kütlə də bunlardan alınacaq. Birinci və dördüncü qablarda, 1 və dördüncü qablarda. Cavab olacaq 25-də 1 və 4. 26-cı sualda yenə eynən həmin tipli sualdır. Bu şəkildə işləyirik. Məncə burada bir problem yoxdur. Sadəcə mollarını tapıb qrama çevirib bərabər kütləli qabları müəyyən edirik. 26-27-ci sualda deyir ki, demək 11,2 qram kalium hidroksidi suda həll etdikdə kalium hidroksidi özdə qramla deyir. Baxın, qramdır. Suda həll etdikdə 200 ml məhlul alınıb. Bu məhlulun molyar qatılığını hesablayın. Molyar qatılıq üçün C bərabərdir mü böl V lazımdır da bizə. 11,2 qram kalium hidroksid gəlin görək neçə moldur. Bunun üçün 11,2-ni böləcəm molyar kütləsinə 56-ya, yəni 0,2 tapıram. Mü bərabərdir 0,2. Həcmdə nə qədərdir? V bərabər litrə çevirirəm, eləyir 0,2 litr. C bərabərdir 0,2 bölünsün 0,2. Bu da eləyir bərabərdir 1. Cavab eləyir 27-də 1. 28-ci sualda onun tipli sualdır. Yəni 40 qram kalsium bromidində baxın, molyar kütləsini veribdir. Burada gəlin görək 40 qram kalsium bromid neçə moldur? 40-ı böləcəm molyar kütləyə 200-ə, eləyir 0,2 mol. Mü bərabərdir 0,2 və V də bərabərdir 500 ml litrə çevirirəm 0,5 litr. Buradan molyar qatılığı hesablayanda C bərabərdir mü böl V-dən 0,2 bölünsün 0,5, 0,2 böl 0,5 də eləyir 0,4, molyar qatılıq elədi 0,4, 28-də cavab elədi 0,4. 29-cu sualla davam edirik. Burada da deyək ki, 4 mol böl litr qatılıqlı C bərabərdir 4, V bərabərdir 0,5 litr olan sulfat turşunun kütləsini istəyir bizdən. Yəni molunu tapaq, çevirək kütləyə. Molunu tapaq. C bərabərdir mü böl V-dən, mü bərabərdir CV, yəni 4 vurulsun 0,5, bu da bərabərdir. Yəni 4-ün yarısıdır da 2 eləyir. 2 mol. 2 mol sulfat turşusunun nemeri molyar 98 olduğuna görə bu da eləyəcək 196, 29-da cavab eləyəcək 196 qram. 30-cu sualda deyir ki, 2 mol X maddəsi suda həll edilərək həcmi 500 ml olan məhlul alınıb. Məhlulun molyar qatılığını hesablayan mol mü bərabərdir 2 moldur. X maddəsidir. Suda həll eləmişik. Həcmi eləyib V bərabərdir 0,5 litr. Məhlulun molyar qatılığını istəyir bizdən. Yenə C bərabərdir mü böl V-dən. Molyar qatılıq bərabərdir mü 2-dir. Həcm 0,5-dir. 2-ni də bölürəm 0,5-ə. Bu da eləyir 4 mol böl litr. Cavab elədi 4. 30-da cavab elədi 4. 31-ci sualda deyir ki,
3 mol X maddəsi yenə eyni tip sualdır. Suda həll edə həcmi adı. Baxın, mol 3 mol, 3 moldur. Həcmi V bərabərdir 0,6 litrlə. Molar qatılığı yenə C bərabərdir. Mü böl V-dən 3 bölünsün 0,6. Bu da bərabərdir. 3-ü bölürəm 0,6-ya. Eləyir 5 mol böl litr. 31-də cavab elədi 5. Demək, 32-ci sualda deyir ki, qatılığı 0,2, C bərabərdir 0,2-dir, V bərabərdir 0,5-dir, 0,5-dir. Demək, məhlulda neçə qram turşu var deyir. Qatılığı da var, həcmi də var. Buradan C bərabərdir mü böl V-dən mü bərabərdir CV yazıram. Yəni 0,2 vurulsun 0,5. Bu da bərabərdir 0,1. 0,2 vurulsun 0,5. Bu da eləyir, bəli, 0,1 mol. Hansı ki, bizdən nə deyir? Deyir ki, bu neçə qram olar? Neçə qram turşu? 0,1 vurulsun. Turşunun molar kütləsi 98-dir. 0,1-i də vururam 98-ə. Eləyir 9,8 qram. Cavab eləyir 32-də 9,8 qram. Deməli, 33-cü sualda deyir ki, qatılığı C bərabərdir 0,1 olan V bərabərdir millilitre litrə çevirirəm 0,125 litr natrium hidroksid məhlulunda neçə qram qələvi var? Müsünü tapıram. Mü bərabərdir CV-dən, yəni 0,125 vurulsun 0,1 bərabərdir. 0,125-i vururam 0,1-ə, bu da eləyir 0,025 mol eləyir. Və qələvidən söhbət gedir. Natrium hidroksidinin molar kütləsini verir, qramını soruşur. 0,025 vururam qələvinin molar kütləsinə. Qramını istədiyinə görə bərabərdir. Bunu vuracam 40-a. Bu da eləyir 1 qram. Qramını soruşur, cavab eləyir 1. 34-cü sualda 3 molar C bərabərdir 3 molar, V bərabərdir 0,4 litr, millilitre litrə çevirdim. Məhlulundan deyir, su buxarlandırmaqla 100 millilitr 6 molar məhlul alınır. Bu zaman neçə mol natri xlorid çökmüşdür? Birinci buradan baxın, mü bərabərdir CV yazıram. C 3-dür, 0,4 bərabərdir 1,2 mol tapdım. Düzdürmü? 1,2 mol tapdım. Sonra daha sonra su buxarlandırıblar buradan. 100 millilitr 6 molar məhlul alınıb. Alınan məhlul 100 milli, V bərabərdir 0,1 litr, C də bərabərdir 6 molar. Buradan mü'nü tapsam, mü bərabərdir daha 0,1 vurulsun 6 eləyəcək 0,6 mol. Deməli, əvvəl burada deyir ki, neçə mol natri xlor çökür. Əvvəl molumuz 1,2 idi, sonda oldu 0,6. Deməli, 0,6-sı çöküb ki, 1,2-dən 0,6 çıxanda 0,6 edir. Deməli, 0,6 duz burada çökdürülüb. Çöküb ki, sonda 0,6 mol almışıq. Yəni, çökən duzun olduğu mol miqdarı oldu 0,6 mol. 35-ci sualda deyir ki, 4 molar C bərabərdir 4 molar, V bərabərdir 0,5 litr məhlulundan su buxarlandırmaqla alınıb 300 millilitr, V bərabərdir 0,3 litr, C bərabərdir 5 molar məhlul alınıb. Bu zaman deyir, nə qədər, neçə mol daha doğrusu natri xlor çöküb. Buradan mü'nü tapsaq, mü bərabərdir CV-dən, baxın, 4-ü vururam 0,5-ə, 0,5 vurulsun 4, bu eləyir 2 mol. 2 mol var idi əvvəl. Sonra mü bərabərdir 5 vurulsun 0,3, 0,3-ü də 5-ə vuranda bu da eləyir 1,5 mol olub. Deməli, əvvəl 2 idi, sonra olub 1,5. Yəni 2 minus burada nə qədər? 0,5, 1,5 bərabərdir 0,5 çöküb də. Deməli, arada 0,5 mol 2-dən çöküb ki, bu 1,5 olub. Cavab olacaq 0,5 35-ci sualda.
36-da deyir ki, deməli 500 millilitr V bərabərdir 0,5 litr, 0,8 malyar C bərabərdir 0,8 malyar xlorid turşusunun üzərinə, həmin turşunun üzərinə baxın, gəlirik, həmin üzərinə gəlirəm. Həmin turşunun C bərabərdir 0,4 malyar 500 millilitr V bərabərdir 0,5 litr, yəni məhlul əlavə olunub. Alınan məhlulda xlorid turşusunun malyar qatılığını hesablayın. Alınan məhlulda xlorid turşusunun deyir, həmişə son məhlulun qatılığı, burada xlorid turşusunun bütövlükdə qatılığını istəyir də, xlorid turşusunun qatılığı baxın necə hesablanır. C xlorid turşusu yazıram. Birinci məhlulumuz budur, ikinci məhlulumuz budur. Baxın, ayırıram. Birinci məhlulun C'si, V'si, yəni müsü də açıq yazıram ki, birin 0,8 vurulsun 0,5 plus. İkinci məhlulun C'si, V'si, yəni müsü eləyəcək də 0,4 vurulsun 0,5 açıq yazıram ki, bilin ki, hardan aldım. Və bölürəm həcmlərin cəminə. Toplanır axı məhlullar, həcmlərin cəmi. Baxın, həcmlər budur. 0,5, 0,5, 0,5 plus 0,5 bərabərdir. Buradan gəlin hesablayaq. 0,8-i vururam 0,5-ə. Bu eləyir 0,4. Baxın, deməli, yuxarıda qaldı 0,4. Yuxarıda bərabərdə qaldı 0,4 plus 0,4-ü də vururam 0,5-ə. Bu da eləyir 0,2. Aşağı da eləyir 1 də və salam. Bu da elədi 0,6. Deməli, bizdən nə istəyirdi? Alınan məhlulda xlorid turşusunun malyar qatılığı elədi 0,6. 36-cı sualda elədi cavab 0,6. 37-ci sualdan davam edək. Burada da deyək ki, V bərabərdir 0,5 litrdir, millilitri çevirdim. C bərabərdir 0,4 malyar. Sulfat turşusu məhluludur burada. Həmin turşunun eyni zamanda gəlirik bura malyar. C bərabərdir 0,2 malyar. V bərabərdir 0,5 litr məhlulunu əlavə edirik. Alınan məhlulda sulfat turşusunun malyar qatılığını. Alınan yekun, baxın, görürsünüz, yekun qatılığı sulfat turşusunun qatılığını yazıram. Bərabərdir. Yuxarıda nələr olur? Baxın, birinci məhlul, ikinci məhlul. Yəni, müylərini yazıram da. Müylərini sanki tapıb müy kimi də yaza bilərəm. Gəlin elə birbaşa burada yazaq. Bayaq yazdıq. Baxın, 0,5-i vururam 0,4-ə. Bu eləyir 0,2 plus 0,2-ni də vururam 0,5-ə. Bu da eləyir 0,1. Aşağıda həmişə qarışdırılanda məhlullar. Məhlulların həcmlərin cəmini yazmalıyam. 0,5-lə 0,5 eləyir 1. Bu da bərabərdir 0,2 bölürəm 1-ə. Cavab eləyir 0,3. 37-ci sualda sulfat turşusunun malyar qatılığını istəyirdi də. 37-ci sualda elədi cavab 0,3. 38-ci sualla davam edirik. 38-də deyir ki, deməli, baxın, birinci qabda nə verilib? V bərabərdir, yazıram 0,2 litr. C bərabərdir 4 malyar məhlulu verilib, düzdürmü? Burada bizdən X istəyir və üzərinə gəliblər plus gəlmişəm 400 milli, yəni 400 milli deyəndə həcmidir V bərabərdir, çevirirəm 0,4 litr, C də bərabərdir X, qatılığı X malyardır. X malyardır. Üzərinə gəliblər. Alıb sonda nə alınıb? Görürük ki, 600 milli, yəni V bərabərdir 0,6 litr, C bərabərdir 2 malyar qələvi məhlulu alınıbdır. X-i hesablayın deyir. X-i hesablayın deyir. Yəni, burada, baxın, daha rahat həll eləmək üçün bunu. Bizim düsturumuz var da, C1, V1 plus C2, V2 bərabərdir. C son, V son düsturumuz var. Bunu bilirik. Burada daha ən rahatı, yəni getmək üçün bundan istifadə edib rahat tapa bilərik.
C1, V1 baxın, görürsünüz. C1, V1'imiz budur da, bunlardır. Yəni 0,2 vurulsun 4, üstə gəlinsin 0,4 vurulsun x bərabərdir 0,6 vurulsun 2. 0,8 plus 0,4 x bərabərdir 1,2. 0,4 x bərabərdir 1,2-dən də çıxıram 0,8-i. Bu da eləyir 0,4. X də bərabərdir. 1 bizdən də x-i soruşurdu. X elədi 1. 39-cu sualla davam edirik. 39-da baxın, demək, rahat bir sualdır, çox rahat sualdır. Baxanda, yəni qrafik olmağına baxmayın, çox rahatdır. Yəni 50 qram x mayesi, x-ə baxıram, baxın görürsünüz və 100 kub metr y mayesi verilib və qarışdırılanda alınan məhlulun sıxlığını hesablayın deyir. Alınan məhlulun, yekun alınan məhlulun sıxlığı. Ümumiyyətlə, alınan sıxlıq ümumi, yəni sonda. Ümumiyyətlə, sıxlıq nəyə bərabərdir? Biz bilirik ki, rho bərabərdir m bölünsün v-dir də. Burada da 2 dənə XY mayeləri var. Mən surətdə yazacağım 2 dənə olduğuna görə mx-in kütləsi plus my-in kütləsi eyni zamanda bölünsün vx-in plus vy-in. 2 dənə olduğuna görə ikisini də ümumi yekunda toplayıb yazıram orada. Aha. İndi burada baxın, demək rho bərabərdir birinci ümumidə sonda. İndi necə edirəm? Bax, x-ə baxın, x-in kütləsi üçün. X-ə baxıram ki, deyir 50 qram x mayesi. Bizdə nə qədər? Bax, burada qramdır, burada da həcmi verilib. 50 qram deyəndə bizdə 50 qram x mayesi, baxıram ki 25 qram x mayesi var. 25 qram x mayesinə 50 qram həcm düşür. Bax, burada qeyd edirəm. 25 qram x-ə 50 qram, bax x üçün yazıram bunu. 25 qram x-ə kütləsi 50 kub santimetr. Yanından yazıram ki, bilin ki, bu kub santimetrdir. İndi bizdə 50 qram verib də qramımızı. Bu da qramdır. 50 qramın altından yazıram. Nə qədər olar? Baxın, bu 2 dəfə çoxdur, bu da 2 dəfə. Bu da olacaq 100 kub santimetr. Aha, bu x üçün ifadədir. Baxın, yazmışam bura. İndi gəlin y-i də təyin eləyək, sonra işləyək. Y üçün yazıram. Y-ə baxaq. Deyir ki, 100, bu 50 qram x mayesi və 100 kub santimetr y mayesi. 100 kub, y-ə baxıram ki, 50 kub, qrafikdə 50 kub santimetri verib. 50 kub santimetr nə qədərdir? 75 qramdır. 75 qram 50 kub santimetrdir. 50 kub santimetr. Bizdə 100 kub santimetr deyir axı. Kub santimetri altından yazıram. 100 kub santimetrə bəs nə qədər qram olar? İndi buradan tapım. Bu 2 dəfə çox olduğuna görə deməli tapıram 75 olur 150. Bu da oldu 150 qram. Bax, qramdan yazdım. Bu da oldu y üçün ifadələr. İndi gedirik düsturumuzda yerinə qoyub yazacağıq. Vəssalam. Baxın, rho bərabərdir. Həmin bu düsturda mx misanı x-ə baxıram, kütləsi lazımdır. Bizə tapdığımız lazımdır. Qrafik lazım deyil. Tapdığımızı da qeyd edirəm burada ki, baxın, tapdıqlarımız var, bunlardır. X üçün, y üçün də tapdığımız rəqəmlərimiz bunlardır. Bunlarla işləyəcəyik. Deməli, mx, hanı x üçün qiymətə baxıram. Baxın, mx 50-dir. 50 plus my hanı. My tapdığımız, baxın, 150-dir. 150 yazıram. Bölünsün. Vx düsturla hərəkət edirəm. Vx-in v-sinə baxıram. X-in v-si necədir? Tapmışıq da var o 100. Üzərinə gəlirəm. Y üçün baxın, v-sinə baxıram. Görürsünüz, v-si 100-dür. 100. Vəssalam, bərabərdir. Sürətdə oldu 200. Məxrəcdə oldu 200. 200 bölü 200. Bu da eləyir 1. Demək ki, tapdım ki, sıxlıq yekunda 1-ə bərabər oldu və sıxlığı 39-cu sualda cavab oldu 1. 40-cı sualda eynən bu şəkildə demək rahat, yəni hesablamadır sadəcə. Qiymətləri düsturlarda 39-cu suala baxın, yerinə qoyub hesablayın. Sadəcə hesablamadır. 41-ci sualda deyir ki, sıxlığı rho bərabərdir 1,2 demək olan
həcm 0,V bərabərdir 10,5 litrdir. Malyar 2,5 C bərabərdir 2,5 malyar duz məhluluna neçə qram su əlavə etmək lazımdır ki 20%li demək məhlul alınsın buradan. İndi nə edirik? Verilənləri qeyd eləyək, gözümüz görsün. C bərabərdir 2,5 malyar duz məhluluna qram su əlavə eləməliyik. 20%li. Sonda omega bərabərdir 20%li məhlul alacağıq. Emeri də verib, duzun emeri 160 qramdır. Baxın, əvvəl elə sıxlıq var burada. 1,2 və V var. Bax, ikisindən mən nə edə bilərəm? Deməli, biz görürük ki, rho da var, V də var. Baxın, bu şəkildə burada rho da var, V də var. Yəni, deməli, 0,5 rho bərabərdir, N bölünsün V düsturumuz var. Buradan tapıram ki, M bərabərdir, rho V-yə bərabərdir. Yəni, bunlar məhlullardır. M məhlul, V məhlul. Burada məhlullar var, məhlullar. Yəni, bunları qeyd etmək lazımdır. Rho məhlul vurulsun V məhlul. Yəni, 1,2-ni vuracam. V-dəki 1,2 burada uşaqlar görürük ki, millilitrləndir. Çevirəndə də bu eləyir 1200 litr. Litrə çevirəndə. Yəni, bu şəkildə rhomuz olacaq 1200 vurulsun 0,5 litrdir də bərabərdir. Bu da eləyir 600. Mən tapdım ki, M məhlul bərabərdir 600-dür. Tapdım ki, M məhlul 600-dür. İndi buradan baxın 0,5 litr 2,5 malyar qatılığımızı da verib. Yəni, buradan da bu ikisindən də biz deməli C bərabərdir mü böl V-dən mü bərabərdir CV bərabərdir. C 2,5 vururam 0,5-ə bərabərdir. Deməli, 2,5-i vururam 0,5-ə. Bu eləyir 1,25 moldur. Yəni, molar kütlə də burada var, 160 qramdır. Yəni, bu maddədən, duzdan 1,25 moldur. 1,25-i vururam 160-a, bu da eləyir 200. Yəni, 1,25-i baxın, vurdum 160-a, molar kütləyə elədi 200 qram. Tapdım ki, bu məhlulumuz 600 idi axı. 600-ün 200-ü həll olandır. 600-ün, baxın burada 200-ü həll olan imiş. Yerdə qalan 600-dən 200-ü çıxıram. Yerdə qalan 400-ü də demək ki, su imiş. Aha, indi deyir, nə qədər su əlavə etmək lazımdır? 20%li mən suyun üzərinə gələcəm də təbii ki. Buranı silək, müayinə olmasın bizə. Demək, suyun üzərinə gələcəm də. Özü deyir, nə deyir, yazıram onu. Deyir ki, nə qədər, neçə qram su əlavə etmək lazımdır. Plus bir X su ilə yazıram ki, bilək. Sonda 20%li məhlul alınsın. Sonu yazıram, 20% bərabərdir. Surətdə nə olacaq? Həll olan 200 bölünsün. Həll olanla həlledicinin cəmi 600 plus X su vurulsun 100. Salam. Burada, deməli, ixtisar eləyirəm 1, 20-yə gedəndə 5, 200-ü 5-ə vururam, eləyir 1000 bərabərdir 600 plus X su. X su da buradan bərabər olacaq, 1000 minus 600 eləyir 400. Deməli, 41-də oldu cavab 400. 42-ci sualı da yenə qedim ki, daha rahat olsun. Baxın, sizdən sıxlığı rho bərabərdir 1,2. Burada millilitrdir, qram böl millilitr. Litrə çevirəndə olur 1200 litr şəkli, qram böl litr olacaq. Ona görə də çevirmə aparırıq. V bərabərdir 0,5 litr. C bərabərdir 2 malyar.
Neçə qram hesab etmək lazımdır ki, sonda omega 10% olsun və molyar kütləmizi də verib duzun 120-dir. İndi baxın, birinci yenə bax bu 2 rho V-dən, rho bərabərdir M bölünsün V-dən, bunlar məhlullarda qeyd etdiyimiz kimi. Mən məhlulun kütləsini tapa bilərəm. M məhlulu bərabərdir, rhomuz 1200-dür, vururam 0,5-ə, bu da eləyir 600. Tapdım ki, M məhlulumun kütləsi nə qədərdir? 600-dür. Vəssalam, bu vaxt məhlulumu tapmışam. İndi burada mən tapım ki, burada həll olanın kütləsi nə qədərdir də. Burada baxın, burada CV-dən mən rahatlıqla tapa bilərəm. CV-dən mü'nü C bərabərdir mü bölü V-dən mü'nü tapacağam ki, CV, yəni 2 vurulsun 0,5, bu da eləyir 1 mol. Yəni deməli 0,5-i vurduq 2-yə, elədi 1 mol. Yəni 1 mol deyəndə 1-i vuracağam elə duzun molyar kütləsinə 120-yə, elə bu 120 qram eləyəcək. Demək ki, indi sonda deyir ki, məhlulumuzun 120 qram burada həll olan var imiş. 600 məhlulumun 120-si həll olan imiş. 600 minus 120 yerdə qalır 480-i. 480-i də sən demə su imiş. Sonda məhlulumuz neçə faizli olub? 10%li. Yazıram 10% bərabərdir. Yuxarıda həll olan 120, məxrəcdə 600, deməli məxrəcdə 600, deməli burada neçə qram su əlavə etmək lazımdır. Suyu plus x su yazıram ki, yəni suyun üzərinə əlavə eləmişəm. 120 bölünsün 600 plus, eyni zamanda burada x su da var, vurulsun 100%. Buradan ixtisar eləyirəm 10 dəfə. Deməli, nə qalır burada? Baxın, 120 vurulur yuxarı 10-a, eləyir 200 bərabərdir 600 plus x su. Buradan da x su bərabərdir. 1200-dən 600-ü çıxıram, qalır 600. Cavab eləyir 42-də 600. 43-cü sualda deyir ki, qab verilib. Birinci qabda V bərabərdir 0,1 litr, C bərabərdir x mol bölü litr H-xlor məhluludur. Yəni ikisi H-xlor, yox, biri H-xlor, digəri qələvidir. İkinci qabda qələvimizə baxaq. Burada isə deyir ki, V bərabərdir 0,2 litr, C də bərabərdir 0,2 mol bölü litr. Qablardakı sulu məhlulları artıqlaması ilə zink metal əlavə etdikdə hər iki qabdan eyni həcmdə normal şəraitdə hidrogen qazı ayrılır. X-i hesablayın deyir. Demək ki, sulu məhlul birinci qaba H-xlora zink əlavə eləyək. Zink plus H-xlor. Buradan alınacaq zink xlorid plus H2. Oraya 2 ataq əmsallaşdıraq. Deməli, görürəm ki, 2 mol H-xlordan 1 mol H2 eyni həcmi deyir deyə molunu götürürəm. Hər iki qabdan eyni həcmdə H2 qazı ayrılır. Demək ki, indi ikincidən isə biz molunu buradan mü nəyə bərabər olacaq? Bax, bu ifadədən buradan mü bərabərdir CV-də də 0,1 x-dir. Buradakı mü isə bərabərdir CV, yəni 0,2-ni vururam 0,2 eləyir 0,4 moldur. İndi birinci tənliyimiz budur. İndi ikinci sink üstə gəlinsin. Nədir burada? Deməli, qablardakı hər sulu məhlullara artıqında sink metalı hər iki qabdan eyni həcmdə H2 çıxır. İndi sink plus yazıram, ikinci qələvidir deyə qələvi alınır. Buradan natrium sinkat plus H2. Plus H2. Yəni, ümumiyyətlə, demək, burada qələvinin də mol miqdarı verildiyinə görə nəzərə almalıyıq. 2, deməli, bura yazıram 2, bu şəkildə. Burada görürük ki, baxın, 2 mol reaksiyanın tənliyinə görə 2 mol qələvi reaksiya girəndə 1 mol deməli, hidrogen alınmışdır. İndi bizdə də tapmışıq ki, baxın, qələvimiz 0,4 molunu yazmışam bura.
0,4 moldur. 0,4 mol qələvədən olacaq 0,2 mol hidrogen alınacaq. Və burada da qeyd edir, deyir ki, hər iki qabın eyni həcmdə qaz ayrılır. Burada 0,2 qaz ayrılmayıb. Deməli, burada da 0,2 qaz ayrılıb. O zaman 1-ə 2-dirsə 0,2-yə nə qədər olacaq? Bu da eləyir 0,4. 0,4 şəklində, bu şəkildə. İndi demək, mən baxıram ki, birinci tənlikdə müyümüz nəyə bərabər idi? 0,1x idi də. Müy H-xlorun müyüsü 0,4x idi. Yəni, baxın, biz də tapmışıq ki, müy 0,4-dür. Yəni, 0,1x bərabər oldu nəyə? Tapdıq ki, deməli 0,4-ə. Buradan x də bərabərdir. 0,4-ü bölürəm 0,1-ə. Bu da eləyir 0,4. Tapdıq. Bizdən də nə istəyirdi? X hesablamamızı istəyirdi. X elədi 0,4. X elədi 0,4. 44-cü suala da baxaq. Eyni tipli sualdır. Demək, V bərabərdir 0,1 litr, litrə çevirdim. Qatılıq C bərabərdir x mol bölü litr qatılıqlı H-xlordur. Daha sonra burada verilib V bərabərdir 0,2 litr, C bərabərdir 0,3 mol bölü litr. Bu da ki, qələvi məhluludur. Bu şəkildə. İndi qablarda suyun əlavə sink metallı əlavə edəndə hər iki qaba eyni həcmdə aşkarlanır. Baxın, əvvəlcə gəlin buradan baxın, müyünü tapsaq əgər müy 0,1x-də, buradakı müydə bərabərdir 0,2-ni vururam 0,3-ə, bu da eləyir 0,6 moldur. İndi birincidə deyir ki, H-xlor üzərinə gəlirəm, sink metalı ilə təsir eləyir. Sink xlorid plus H2 çıxır, buraya 2 atıram. Deməli, 2 mol H-xlor reaksiya girəndə 1 mol H2 alınır. İndi ikinci reaksiyanı da yazaq burada. Qələvi ilə sinkin reaksiyasından alınır. Deməli, natrium sinkat plus H2. Bura bir 2 atıram. Deməli, 2 mol qələvidən 1 mol H2 çıxır və baxaq görək qələvimizin miqdarını, mol miqdarını nə qədər tapmışıq. Baxın, 0,6 moldan nə qədər H2 çıxar. O eləyir 0,3 mol eləyəcək. İndi deyir ki, ayrılan hidrogen qazlarının həcmləri eynidir də. 0,3-dirsə, buradan da 0,3 alınıb deməkdir. İndi 2-yə 1-dirsə, 0,3-ə 2 dəfə bundan çox, yəni 0,6 mol olacaqdır. Bu da deyir, yuxarıdakı baxın, mol miqdarı 0,1-dir. Onda 1-də 0,1x-in, yəni 0,6-ya bərabərdir demək imiş. X də buradan bərabərdir. 0,6-nı bölürəm 0,1-ə. Bu da eləyir 0,6. Tapdım ki, 44-cü sualda da x bərabərdir 0,6 eləyər.